söz sahibləri, gözəl sözləri deyən, Allah deyənlər, şəxslər cəmiyyətin içərisində həm də yaxşı əməllər görməlidirlər ki, nümunəvi olmalıdırlar ki, onlardan bir ibrət götürülsün. Sonra getsin ailəsində bir şəxs, bir ata, bir ana övladını onu köçürə bilsin, onu ötürə bilsin övladına. Cəmiyyət onunla sağalır, sağlam olur. Bu şərq üçün keçərlidir. Bəlkə qərb üçün olsaydı, məsələn, Avropa üçün sual versəydiniz, ona tamam başqa cavab verərdim. Necə cavab verərdiniz? Yəni oranın o indeksi bir başqadır da. Yəni, oranın yaşam tərzi başqa olduğuna görə daha real, daha liberal düşüncəlidir insanlar orada və o keçərlidir. Yəni oraya üçün ürəyi yumşaqdır, rəhimlidir, təbiəti yumşaqdır sözləri və bunun arxasında dayanan yaxşılıqlar keçərli deyil. Hətta onlar alçaldıcı bir şeydə çevrilə bilər. Yəni sən mənə bu yaxşılığı eləməklə mənim bacarıqsız, zəif və aciz olduğumu sübut eləmiş olursan mənə deyə qayda bilərlər. Sənə oranın o formatı, yaşam formatı başqa olduğuna görə orada deyilən söz və olunan əməllər də artıq ona görə dəyişəcək. Və hər cəmiyyət özü tələb edir ki, o ilə necə müdarə eləyəsən, o necə idarə eləyəsən. Hər cəmiyyətin öz tələbləri var. Yəni bizim cəmiyyətdən çıxıb həmin idarə aracları ilə, açarları ilə gedib məsələn Avropada idarəçiliyə mümkün olmaz. Bəs niyə Avropada təhsil alanlar gəlib burada idarə etməyə çalışırlar? Onlar da burada əziyyət çəkirlər, çətinlik çəkirlər. Məsələ odur. Və sonra da deyirlər ki, məsəl üçün başa düşmürük, mənim əmrlərim icra olunmur, məsəl üçün deyir, istəklərim icra olunmur. Çünki sənin o əmrlərinlə, o insanların o isti, böyük-kiçik münasibəti, ağa-qul münasibəti filan onun arasında bir fərq yaranır, uçurum yaranır.